Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese salam dostlar. Nəhayət ki, Gəncə sokaklarındayız. Am telefon sende. Hə, gələ. Burada bir ədəd mağazin, bir ədəd necə deyim? Sokak baş üstə. Deməli, Abad yok mu abad? sokak lezzetləri də deneyə bilər ya. Yolda gələndə keçək. Ofisine bildim sizden bilirim Meryem. Yox, Allah dostun uşağın gözünün içə baxdım. dedim Yaxşı sözü. duymadı sana. Yaxşı Əlbəttə, uşaq bu duymadı. boyda uşaq. Bu boyda. Hə. Ben tanımızsız olmuşuz. Siz məni tanımırsınız. Ofisi dövmüyorum. Gəncə çox müasir və mədəni bir şəhərdir. Deməli planlarımız yemək, içmək, gəzmək, paltar mənim üçün almaq. Çünki dünən uşaqları aldıq. Mən sıramı bu günə saxladım. Çünki hamı ac idi. Bilirdim ki, heç kəsin səbri çatmayacaq mənim paltar olmağı gözləməyə. O da dedim bu gün rahat-rahat çox bir şey almayacağım. Bir iki parça. Əslində olan mağazin süpürdü. Bir şey almağı düşünürəm. Gedək görək nə tapırıq Gəncə küçələrində. Sizin gibi ben dost satma. Deməli, indi Gəncədə tarixi küçələrdən birini tapacağım. Müğənnilik edir əvvəlcə onu deyim sizə. TikTok çəkəcəm. Silah olurum, patlarım. Siyah olur göz altlarım. İzləyiciniz gəldi. Salam. Kameraya düşə bilərsiniz. Kamerada düşməyə sorun deyil. Yox. Şəkil etdirə bilərik. Elə onu gözləyirəm. Çox sağ olun. Sən də sağ ol aşkım. Siz Yollar düşməyin. at olmuş. Uşaqla bir hərəkət çəkdik. Diğer izləyicimiz də buradadır. Allah saxlasın can. Allah saxlasın. Sağ olun can. Getdik. Sağ olun canım. Allah saxlasın. Hə, mərhəməti yox sokakların. Sizin gibi ben dost satmadım. Bir küçədə oxuyacağım bu mahnını. TikTok çəkəcəm. Mahnı var söndür. İlk mağazamıza artıq giriş İlk elədik. mağazamıza giriş elədik. Hiss edirəm ki, Zeyd icazə verəcək mənə paltar almağa. Ümid edirəm yəni. Yaşa şov. Sizin hissləriniz məncə Efraimin hissləri kimidir. Aa, bu da burada qışqırır, ağlayır. Buna bax. O niyə ağlayır? Aa, niyə belə elədin? Ya, gəl bacı kömək eləsin sən. Gəl, niyə elədin? Özü eləyib qıranı özü açıb satın. Keç paltarı seç özü və işdeş. Keç paltar seç. Sən bu çolkan niyə qısalıb səni? Nə bilim. Düzəl də ağlatma. Evet arkadaşlar bir izleyicimizle daha karşılaştık. Sağ ol güzel kız. Utanır. Utanır, utanacaktı. Sağ olun, Allah saxlasın. Ya göreyim artık şalvar ne tapıyoruz. Eşe şalvarlar görüyorum hocam. Ben bakın bir saniye. Aa, cırık değil bu, cırık görünümlü, cırık olmayan şalvar tapdım. Bundan hoşum geldi. Bak bunu yadda saklayın. Nadir geldiğinde sakla, Yaxşı. zahmet olmaz. Yadında saxlamasam da kameradan girib baxaram. Şaka. Hövsələ var səndə. Mən şəxsən eləməzdim. O Yox, dərəcə. saxlayam yadında. Ay, başım gicəllənir. Nə vaxt alış-veriş eləmirəm. Çox fena başım gicəllənir. Niyə sabla pozum? Rabini məndən zarafat elə. Onu zarafat eləmirəm. Qoy bir dənə gəzir. Neyim axı? Bəyəndiyim şeyləri göstərəcəm. Saxla. Evet arkadaşlar. Durmadan bir izləyicimizlə qarşılaşırıq. Hələ mən bir dənə paltar seçə bilməmişəm. 10 dənə izləyici məni seçib. Çox sağ olsun, gözəl qızımızın anası bizi qonaq çağırdı. Prosta çəkilişlər səbəbi ilə gedə bilmədik, amma tanıdığıma çox şad oldum. Görüşərik. Özü yaxşı bax. Çox sağ olun, Allah razı olsun. Arkadaşlar Gəncə sobaklarındayız. Soğuktan istidən ölüyoruz. Həqiqətən. Ah, Çox Ya. istidir. gedib xaricdə Gürcüstanda, nə bilim Türkiyədə küçədə yazacaqlar. Nə idi? Qurban olmalı. Gör nə gözəl yerdir. Ya Həqiqətən. alışveriş, tekstil. Çox qəşəng Mədəniyyəti, paltarlar var. mədəniyyət. Allahın dostu, mənim Bakıda tapa bilmədiyim paltarlar Gəncədə var. Yəni insanların bir növ hörmət var. Qadın, böyük, kiçik hörmət var. Küçə mədəniyyəti deyilən bir şey var. Çox gözəl, mən bunu çox bəyəndim. Onu biliyorsan elə yerlər var, gəlsən
qadın bilmirlər, xan bilmirlər, küçədə söysəyən kim, danışığın bilməyən kim. Yəni bu nə deməkdir? Bu mədəniyyətin burada inkişafı deməkdir. Çox gözəldir. Yəni çox ləzzətli. Həqiqətən halal olsun bütün Gəncə xalqına. Həqiqətən. Gedirik yeməyə dostlar. Zeyd huzursuzluq çıxardı. Ona görə məcbur gedirik yeməyə. O biraz Birinci o yemək yeyək. Hə. Sonra bu üzü başı yiyəcəm. Mən birini götürəm aparım. Burada yedirsinəm. Bir gətirəm bu yana çıxıram. Məryəmin köynəyi arkadaşlar, təzə köynəyi dünən mağazində qalıb. Gedirik təzə köynəyini də götürməyə yol Mən üstü. hamımızın oraya girməyə ehtiyac yoxdur. Mənim götürürsün yazır. Gözdə ki, mən götürərəm evi yox. Gəlin. Abart. Vay dədə. Bu Sen həyatda bana gelir. motosiklet sürənlər var. Mən şavarma yedim. Vay dədə. Gücəlmişik, Allah'ın olsun. O qədər hiss olunur ki, ayaqla gəzməyə öyrəşməmişik. Arkadaşım, Rabi yola bak bunu Kalaskaya girir. Ofuş edip Baldora satır dayanır. Bakır Baldora sonra təzən asfaltdan baxır. Giriblər bir-birlərinə. O qədər hiss olunur. Nəysə, Məryəmin Əslində mağazində... hamının nəyə görə gecəlib Zeydə görə. Hə, arkadaşlar. Arada bir Kalaska biraz yavaşlamır. Böyle miyav da içeriden ses gelir. Konsertlərdir. Heç yerdə otura bilməyəsiniz. Kalaska qucağı alıb tərpənəcək. Adam uşağım uçtu. Ha, aşkım kurban ol. Tez çatmalıyım bu uşağı. Videoda. şəkildir. O uşaq da var. Sağ olun. Videoda düşmemiz problem değil. Ha, şimdi gittik. Arkadaşlar biraz yavaşlayan kimi Sıkıldı mı da gelin içine. mecbur koşuyoruz, yapacak bir şey yok. Öldüm hemen. Qaytar ben maşına var bir şey. Ben bir de qələt edirəm. Ay, nəfəsim kəsildi mənim. Belə şey olar. Nə var bu dəngül uçmaq istəyir Kalaskayla. Mən Vay bir gün də dəyir ona. nəfəsim kəsildi mənim. Məryəmin köynəyin arkadaşlar. Aha kır diye bildi. Götürdüm şükür. Bunun üstünə bir dənə bir şey atıb, bunun üçün yandırmasın bu onu. Bir hayla bunu bağla. Başın bağla. Hə. Şu. Ne? Qoyun balası gəzdirəm elə bir yanında. Ne? Orada deyir. Mola çatmışıq. Dostlar mola gedirik, Gəncə mola. Ən çox getməyimizi istədiyimiz ünvanlardan biri. Molda ne kadar adam sizi gözlüyor onu da diyeyim size. bilirəm. İnanırsan Trenden yazıblar çünkü. dünən mesaj bölməsində bir dənə uşaq yazıb ki, deyir hər saat başı deyir mola evimin yanındadır. Hər saat başı deyir mola girib çıxıram ki, sən orada tutum deyir tutacaq. Mesajını oxudum, qorxdum, cavab verməkdən mən döyər. Hə, yəni pusu quranlar var molda bilirəm. Maşallah olsun, maşallah. Tü gözlərini gözü çıxsın. Hər belə deyim 10 insandan 5-i 6-sı bizi tanıyır və şəkil çəkdirir. Bu mənim üçün böyük bir fəxirdir. Necə deyim? Çox sevindim həqiqətən. Yəni bir də Zeydə görə Nəfəsi bəzən tələsirəm, şeyləm, amma çalışıram hər kəsin yaddaşında xoş qalaq. Çünki siz bizim üçün çox dəyərlisiniz. Rabiyə çezib, Rabiyə çək. Maşın saydı, bundan yaxşı idi. Yeriye bilmişsən sen yazır. Gel. Geç sen Zeydin Kalaskasına oturursan sürümsən. Ha gel. Abi belə bir yerimə yaxşıdır. Bence de. Ama günəş olmasaydı yaxşı olur. Gedək. Mən burada oteldən Kamera açılmağın gözləri bu. oteldən çıxmağımı gözləyir. Deyir ki, Başlamısan. Ha. Hə. oteldən çıxardıb məni mola edə. O idi Gəncədə evli gəzməyə yerlər vardı. Ha, mola edə. Yolda çatıb
McDonald's yiyəcəyik mən ya. Gör mən bilmirəm sən nə üçün bizi çıxarırsan küçəyə. Əsasən bizim ortaq komplomuz idi. Mən ısmarlayıram, pulunu mən verirəm. Eşitdin məni? Keyf eləyin uşaqlar. Bunlardan deyirsən. Hə? Nə dedin? Bunlardan. Var da məndə 5-10 manat qıra. Mən mamamın atdığı 50 manatı bura saxlamışdım. Eşitdim ki, mənə paltarı ərim alacaq. Mən də anamın atdığı pulu yeməyə xərcləyirəm də arkadaşlar. Pislik eləyirəm, onu da sən ödədə bilərdim yəni. Şako Zeydə görə daldala hərəkət eləyir. Zeyd belə daydaylar kimi də oturub. Ya Allah. Çatdıq Gəncəmola dostlar. Burada bizim məşhur Gəncəmol. Gün girişi oradan da bəs. Oradan qabaqdan. Gedək görək nələr var, nə dəyişikliklər var. Bura ikinci gəlişimizdir. Ay, manifest deyirəm. Ay Allah, manifest demirəm. Prosta səsimi sən eşidirəm. Sən, yəni, necə deyim? Salam, necəsən? Ay aşkım. Babanızsındır. Yap. Sana sola yerlə. Dur. İnansan. Zeşnə, Zeyd Kaliska ilə ayaq uza vurdu orada. Yox. Nə danışırdım Zeyd özün zırdı? Hə, manifest deyirdiniz nəysə. Hə, arkadaşlar, ay Allah, manifest demirəm, sənə səsimi eşitdirəm. İnşallah bir 10 il deyək də, 10 ildən sonra bu tərəfdən mən də inşallah Gəncədə xudmani bir dənə evim olar. Hər bura üçün darıxanda gələrəm evimə. Salam. Necəsən, gözəl qız? Nətərsən? Hə, gəl. Kamerada düşməyin problem deyil. Gəl, haydi. Aşkım Zeyd ağlayır, ölüm sənsin. Telefonla danışa bilməyəcəm, üzüldəsən, yaxşı. Sağ ol. Orası kəsəsən, yaxşı. Olar? Hə, əlbəttə olar. Videoda düşə bilər. Videoda. Siz düşmürsünüz, hə. Gəl, çək. Sağ olun, canla saxlasın. Hə, darıxanda Gəncə üçün arkadaşlar. Gəlim Gəncəni gəzin. Salam. Necəsən? Necəsən? Getdik, gəlin. Sağ ol, gözəllik. Çox, bu eskavatordan nətər qalxacaq? Gözlərsiz, gözlər. Heç nə, mən gələ qabaqdan o tutsun ya da hə, elə saxlasın ya da. Teledok 12 parmaq maşın duyulmaz. Ürəyim partladı, elə bildim uşaq oradan uçacaq, karaska sınacaq. Oha da yani bu 2 dəqiqə içindən komple qrup orada. Uşaq uçdu, kaliskasındı. Şunu çəkimsən. Gəncədən sonra hara gedək belə maraqlı olsun bizim üçün. Bax bu müasirlikdə, bu dolu bir şəhər olsun, ya rayon olsun istəyirəm. Ya gedib Efreimdə ya oteldə qalmaq istəmirəm. Bax belə gəzə biləcəyimiz bir yer olsun istəyirəm. Var mı? İkinci belə inkişaf eləmişdi. Uşaqlar hara bax? Şəhər varımızdır. Yazın da bizə. Lənkərandır, Gəncədir. İnkişafı, mədəniyyəti, insanlarının mədəniyyəti, yol. Bizim gördüyümüz bu da. Ha, bəlkə bizim olmadığımız belə olan şəhərlər yerə bulayıq. Tək əllə qalanda ağlayacaq. Ne olub? İstidən ölürəm. Bax aşkım, bacım eləmdir. Sən Allah səxlasın. Heyranlı tapdım. Gəldiyi McDonald's-ın qabağında indi sifarişlər Pasları verməyə. verirəm. Ham, sən nə yeyirsən? Nə olsa olsun. Tez Sən nə yeyirsən? Məndə də nə olsa olsa tez. Çox sağ ol. Bax buralara. Ayran yapıyor bu. Tabii araba. Arkadaşlar mən ödəyirəm ha. Sonra yanlış anlaşılma Qurban olmasın. Allah'a arkadaşlar mən ödeyə bilərəm. Telefonumda zaryadka yoxdur, onu ödə. Ne? 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 Şalamdın. Telefonum yanımdadır.
sizin gibi ben dost satmadım. Təzə mahnı öyrəndim. Getdi Şəhriyarın acılı soyuq qanadlarını aldı. Mənim sifarişim. Biz hamımız öz zakazlarımız. Çekiyattan çıxardı böyle. Evet. Geldi Şakonun Gedirik Şəhriyarın. Şəhriyarın botlarını sipariş eləməyə. Oradan zakaz verəcəm mən. Buradan olanın için bilmirəm, özümü ileri zekalı hiss edirəm. Evet arkadaşlar, Şəhriyar bəyimizin siparişləri gəldi. Pendirli sosun ikisi bizimdir, biri sənindir. Nə demişik sən üçün? Qanat, but, strips və kartoşka fri. Nuş olsun. Sən rahat-rahat ye, ondan sonra sən Zeydivi götür, biz yeyək rahat-rahat. Aa, gəldi ki zakazlarımız. Kolan gəldi, sən təbrik edirəm. Can, necəsən? Kolan ver Şakoya. Hə, olan niyə olmur? Gəl. Evet arkadaşlar, bizim siparişlərimiz də gəldi. Deməli, hə, ortaya tökərik. Bunlar sizin. Rabia büyük boyun, biri sənindir. Bu da Məryəmin. Şu. Deməli, makroyal yazılan deyəsən sənindir. Baxın, gör ətlidir o. Hə, bu sənindir, o Rabia'nindir. Alayım. Arso. Rabiş, gör bu dəfə burgerimi bəyənirsən, yoxsa yox, mənə dinən xahiş edirəm. Bax, səbirsizliklə oyubu gözləyirəm. Bəyəndin, şükür Allaha. Keçən dəfə burgerim bəyənməmiş, az qalsın məni döyəydi sifəti ilə, rojası ilə, mimikləri ilə. Özümü öldürmək istirdim həmin gün McDonald's'da. Evet arkadaşlar, sizə çəkiliş qırıq-qırıq eləm, çünki siz gəlirsiniz, siz sizi bölürsünüz, böyle söyleyeyim. Məriş gəl. Şu, kartoşkalardan biraz burada ataq ki, biz tərəfə də çatsın olar əsi. Lapatqabı götür, at bura. Evet, mən də burger sifariş eləmişəm, yekə zakaz eləmişəm, çünki Şəhriyarla ortaq yiyəcəm arkadaşlar. Sumkasında. Gəl, tutur başını qatarıq onun, gəl. Başladım. Arkadaşlar geldiğim magazine geçen köynəklər tapıram, ama sonra kombinləyə bilməyəcəyim üçün hələ uzun bir fikirləşməm lazımdır. Gəlin bir yerdə baxaq nələr bəyəndim. Bu köynəyi çox bəyəndim. Sonra belə dəniz ulduzlu var, bu da çox qəşəngdir, qəşəng görünür. Orada düşürdü, asıl üstündə baxın. Bildilər YouTube ver, gəl əslində olan mənə haberlər yoxdur. Onun da ki, kartoşka var, doğru mu? Ben de zarafata girəm elə. Bu da qəşəng ya. 07. İzləyiciyə göstərmədim, tam belə göstərməyəm, onu deyək. Kamera niye gedik o yana? Ha. Şeyler abiye verir şimdi. Çektim mi? Arkadaşlar bu ikisinden takıldığım yanımda sakladıkları. Aa, daha geçen var. Arkadaşlar bu daha güzel ama iki sesi de geçiyor diye. Futbolcuların paltolarını şu. Takmışsınız bu aralar biraz. Şaka bu yaşlı sence yoksa bu? Al köpekliymiş, teşekkür ederim. Ha, sonra böyleler de var. Ha. Olanlar da var arkadaşlar. Şimdi biraz da bakalım görelim, tabii arkadaşlar. Sakla. Bu da bunların alışverişi. Arkadaşlar nasıl hareketler bu vəziyyətlərdə nə yemək yedin senden? Yemək yeyirsən, bir sən nə yeyirsən? Gəzməyə deyirsən, sən də gəzəsən. O da uşaqlar, əgər bu həyatdan doymamışsınızsa, tələsməyin. Mən hələ doymamışdım. Hələ mən doyum, amma Allah'a min şükür, bu əziyyətin min şükür, nankörlük eləyə bilmərəm, naşükür eləyə bilmərəm, zaman övlad həsrətindədir. Onun problemi də bir şeydir, bu sarıda benim könül. Yəni bir şeylər eləmək istəyir, eləyə bilmərəm də əsəbləşdir. Həsrətən bu sözü bir şey. Uşaqlar baxın, uşaqlar dünən geyim aldı, hə? Yerləndilər, səsini Necə çıxartmırdı. bağlıysan? Yerləndilər, səsini çıxartmırdı, hə? Mən özümə nəsə almaq istəyəndə, mən yemək istəyəndə, mən insan kimi yatmaq istəyəndə, bunun dərdim məndədir. Yəni ümid edirəm ki, böyüyəndə mənim oğlan uşaqlara çox sevəcəksən, anaya bağlı olacaqsan, o səsini çıxartmıram. Sonra videolarda baxdım, bəlkə anam məni istəmir. İstəyirəm, prosto biraz adres edəcəm. Ha, bu da koy, bir orada, kişi reyonunda. Ben bu hayata lof gelmişim, lof geleceğim. Özüm paltar almaya gelmişim, yine yapışmışım. Aşkım, ne dediysen ben sen yapışmışım, bir paltar alalım da sence. Bu da yaptı üzere, rahatsız inşallah. Gel böyle gelete gelete gelete. Gel. Arkadaşlar, mən Şəhriyar üçün belə bir kombin elədik. Belə bir safari tipli şortiklə, qara sarıçqa. İndi gedir yoxlamağa, görək necə qalacaq əynində. Görünən necə olur? Yaş ol. Çok geçeydi arkadaşlar, buna bakın. Oğlanlar için arkadaşlar, kişiler için de çok geçeydi. Gelin. Vallahi özledim. Yo, bak burada geçey sarıçola taktı. Bir de orada geçey o desenli tişörtler var. Onlarla kombinlemeye süperdi yani bence. Danışmadığımız yerler kıtım kıtım kesesen, yaxşı mahnıya göre. O bazıları böyle. Baba gel. Ne kadar güzel arkadaşlar. Bak. Çin.
3. Bundan istər, bundan istər, bundan istər. Amma ən gözəli məncə bu qaldı. Bax, bu çox yaşaydı. Çox yaşaydı. Neyse mənim nəsədir? Bu şöyle bak, o evdir. Sen lazım da ev. Bu da yaxşı oldu ama ha? Qalın da. Evet, çəkələ bu. Çox siz Uşaqlar desin bunun materialına yaxşı. Evdə həlim görüyor, talis. Talisdən kimi. İtalyan səsini. Arkadaşlar şehriyarı hiç ne beğendirip aldırabilmedim təəssüf ki. Özüme böyle bir şalvar aldım. Üstüne de kalsız her şey. Yok yok istemiyorum. Arkadaşlar burada bir tane şalvar var. Kıymeti 90. Yok beğenmemişim onu 100%. Hə. Üstüne de bu çöynəyi aldım arkadaşlar bakın. Bu. Altına da bu. Nasıl olmuş yorumlarda yazın. Hep birlikte gideceğim giyinmeye arkadaşlar. Arkadaşlar nasıl olmuş? Çek yaşa çek abi. Nasıl olmuş yorumlarda? Günəş işığından rəng görsənmir. Deyim valla. Geç önce. Gel bırak. Uzaktan çek. Hə. Nasıl olmuş? Yorumlarda yazın bacım. Beğendiniz mi? Gittim giyindim. Meryem de köynəyin giyindi geldi. Ay Allah. Bu məni kalaskayla bugün tapdalayıb nəyi var? Əzli kitab olsun. Gedirik. İndi gedirik bir iki dənə də mağazin gəzməyə. Şəhriyarı razı sala bilmədim buradan özünə paltar almağa. İndi dedi ki mən sport stildə istəmirəm, klassik istəyirəm. İndi buradan klassik mağaza tapıb aldıraram mən onu. Ben seçenden sonra bir şey düştü. Evet arkadaşlar. Kendimizi iyi hissediyoruz. Deyirəm bura deyirəm. Yo, bunlar bizden değil, biz təkiyik arkadaşlar. Yo niye elə deyirsən ki? Arkadaşlar her dəfə özümə klasik paltar alacağım deyəndən 5 dəqiqə sonra yenə özümü sport paltarda tapıram. Niye böyle olur? Çünkü klasikler rahatdır arkadaşlar. Hala da ki Ophelia Essence rahatdır. Bayaqlar siz görmədiniz, Gəncə küçələrində necə qaçırdı. Klasik adam necə o keçə diktaban giymişdi, restoranda yemək. Elə gəzmirdik, elə gəzirdik hər Dən yer. çəkmə. Qaldı tutub əlimlə bura. Allah qurban. Bu necə yer işidir? Elə gəzmirdim, elə gəzirdim. Ne olmadı bu diktaban, tiktaban, Tik taban deyil, dik tabandır. dik tabandır, yani Hə, diktaban. hə, dik taban. Olmadı. Arkadaşlar həqiqətən elə gəzmirdim. Get kameraman. Get. Baxın belə gəzirdim, baxın. Yəni bu qəribə bir gəzmək tərzidir. Ayaqlarımı qaldırmışam görürəm. Sərinləmək üçün bir şey axtarır. Nadir, Allah'ın dostu. Mən belə ignor tərzi görürüm. O çəkəndə elə biləm izləyicidir kameranın arkasına bax. O belə eləyəndə mən əsəblərim pozulur. Elə bir izləyici bizi hərləmir. Niyə belə eləyirsiniz bu? Başım vardı. Neyim axı bala gəl belə çək. Eyni şey oldu. Başım dadı yedirəm. Mimika yox, reaksiya yox. Gönder belə. Belə çəkilir. Mən demişəm ona, ciddi qal. Sən demirsən? Sən də ki Nadirə Nadir də mənim sözlərimə çox qulaq asır. Evet arkadaşlar. Gitti. Neyse gösterdim ki biz gəzirik. Alınmadı. Get. Arkadaşlar kabukları gördüm, şəhər yadan çıxdı. İşimiz elə bura qədər. Çox, mən burada Gəncədə çox qəşəng kabuklar, çantalar gördüm arkadaşlar. O da bir mağazinlərə girəcəm təknik. Baxın bəyəndiyim şey olsa açarıq. Neyse bizi koydular zeytinden tıkla etti. Kurban vallahi. Ben dedim ki ben şava bir tane şöyle canım tutarım. Ben to be continue. Allah devam ediyor. Anım da tuttum ki belki fikrinden çıkar. Sevindirdim onu, seviyorum dedim ona. Dedim sen çok istedim. Sen söylem de 1000 tane söz dedim ki belki danıştı satar yerden. Yine hayır olmadı arkadaşlar. Sen niye buradan geldin? Allah'ın hayırlısı. Bilseydim taksiyle giderdim. Ben dedim ki 5 manat ekonomi edeyim, ayakla gidip. Gör ne yukarı düştüm.
Bir saatime o kadar kompliment dedim. Hiçbirinin xeyri olmadı. Ama şanslı sana. Sen kurban olun. Zeydin de simdileyeceğim, ağladacağım. Düz taksini otele. Sevdim acılı. Gel sen orada geçen kalacak. Gel. Tamam da evet. Evet. Ha? Tamam. Sen hadi kalasın. Aha. Şu an hadi bulundu saçlarla. Yaxşı tut, yaxşı tut. Neyse, izleseydi seni be. Neyse arkadaşlar, ben de ağladacağım, özleri bacaracaklar. Atalım için. Ay. Apar ona kupanika. Abi atınca atalım kubayı. Biz axırıncı dəfə harda qalmışdıq? Biz axırıncı dəfə orada qalmışdıq ki, siz tükana baxırdınız bildiyim qədər. Arkadaşlar, oho! Biz oradan sonra heç nə çəkməmişik. Yo. Biz gəldik otelə, biraz dincəldik. Marojna yedik, Zeydi rahatladıq. İndi gedirik sürpriz bir yerə. Hansı ki, ora uşaqlar çox sevinəcəklər və çox bəyənəcəklər. Şako nə qədər qalmışıq? Neyse, biz Gəncə gələndə həmişə gəzməyə bu küçəyə alır. Gecə də bu küçədə olur, səhər Keçən dəfə küçədə elə bir ki, qismət elə bu küçədədir. Ha. Ya, hələ ki, qurban olma Allaha, xətasız, bəlasız, hələ razıyıq, hələ razıyıq. Hələ razıyıq. Hə. İnşallah bundan sonrasında da razı olar. Sıra kimi belə olar. Xətasız, bəlasız Gəncə səyahətimizi tamamlayıb Yarın da Astoya. Asto, Lenko. cənuba doğru. Ha. Onu deyim ki, Astalanya ilə Orman Park üçün yeməklər üçün darıxmışam. Gedək oldu. Aslında yelkenlikçiden kim olacak? Denən kim oraya idi? Aslında kalmacadır. Ha. Başın normal səsi qoymur, onsuz indi bağlayıram hələ. Bura qaladır, Lənkəranda qala. Burası cəmaatın yanından deyəcək ki, Gəncədəyik. Dostu yox. Qala, Lənkəranda qala yox. Burada iki tane koca baba otur bak. Ha, qaladır, qala. Həmin dizaynda yer, zat. Orada toplar boş. Ay yok. Arkadaşlar gəldik, çatdıq. Hazır mısınız? Zurnan zətdir yerə. Siz düşmürsünüz yəqin ki videoda. Tamam, xoş gördük. Uşaqlar düşür amma problem olmaz. Gəlmişik. Zeyd səndə. Yox, yıxam. Deyil, mən də girmirsən, deyim ki, ağrıyırsan. Ki, uşağı apar gəlsin. Sən Çək girmirsən. buranı. Arkadaşlar, Gəncənin renkli bir məkanına gəlmişik. Gəlin girək içəri. Bura Rabiə mədəməsinə. Qardaşım, arabacı başlayıblar. Gəl bizlə. Uşaqlar, elə ağzımı açıb demək istəyir. Deməli ki, Mruşka, onu ilk öncə deyim. Bizim Gəncəyə hələ gəlmək planımız yox idi. Şəhriyar elə belə söz olaraq heyecanlandılar. Söz olaraq atdı ki, bəs Gəncəyə gəlmək istəyirik. Elə həmin gün axşamı Yumruşka bizə yazdı ki, bəs Gəncəyə gəlsəniz, qonağımız olun, mağazamızdan ürəyiniz istəyən uşaqlar üçün götürə bilərsiniz, hədiyyələrimiz var sizə, bizim uşaqlar da sizi izləyir. Deməli, bizi izləyən Yumruşka uşaqları kimdir, gəlsinlər bura, gəlin. Kim utanmır kameradan gəlsin. Sən adın nədir? Sizin qızınız hansıdır? Sənin adın nədir? Sənin adın? Aydın. Sənin? Leyla. Sən? Aylin. Aylin. İndi bir dənə söz soruşum. Mama səni mənə tanıdıb, yoxsa məni sən mamaya tanıtmısan? Uşağın seti qaçır. Ben mamama sizden. Həqiqi. Yaxşı, mən qışqırıb eləyəndə arada deməyib, kəs onun səsini zat, belə söhbətlər eləməyib. Mənim dalınca deyilməyib. Düzündür? Dəqiq. Heç nəsə, heç nə. Çox istəyir bizi. Xoş Çox gəldin. sıxışdırdın elə bir. Allah saxlasın hamısını. Deməli, Əsnat Rabiə Məryəm, hazırsınız buraları eşək. Çünki bizim konseptdə O çox... eşit ona bax. Ay Allah, hərəsinə bir səbər. Əminsiniz bunu eləmək istədiyinizə. Bəs mən adam deyiləm. Şeydən... Orada. Sən neyim sonra? Mən sabah düşmürüm. Bu ne ingili burada?
Sen maraqlı şey yaxınlaşdın. Arkadaşlar, Əlaqəsiz bir şey. Mənə səbət verməmişlər. Anneciğim, sən bəhanə Sizin səbət buradadır da. Halal elə. Nə tapdın 2 dəqiqənin içində? Bilmirəm, nəsə eləmək istəyirəm, ala bilmirəm. Ablalar, açmaq nə idi dayı? Açıq idi. Yaxşı. Oha, çantalara bak. Ne de şeydir. Neyse, bizim konumuz bugün oyuncaklardı arkadaşlar Ofelia. Fikrini dağındır. Gelin bakalım, gerek burada ne? 3 aylı uşaq üçün ümumiyyətcə nələr var? O birlər öz palajenyalarına hər şey. Zotropiyalar oynuyor yani ses çıkardığınız bunlar. Aha, bunlar. Sonra. Başka. Biz siz net böyle çıkılı mı çıkılı? Ha orada var belə adam da döndür belə tıkırı. Ha, başka. Yaxşı, biz özümüz gəzək. Gəlin gəzək dostlar. Göstərim o. Gözde indi bacı gələcək o tərəfə. Deməli arkadaşlar Zeyd bahane, igruşkalar şahane. Əsnat, sen Instagram'da gördüğün igruşka buradadır ya. Arkadaşlar Əsnat geldi, bundan daha geçen şeyler gördü. Şu an hiç bunun yüzüne bile bakmıyor. Instagram'da Yumruşkan'ın Instagram'ında bunu Rabia'nın da görmüştü. xoş gələcək tarz bir şey. Lego parçası kimi. Rabia şey imtina edir Legolardan zaten. Aa, bu qəşəngdir. Bakın. Böyük Lego. Ha. Bunlarla belə birləşdirirsiniz quru ev. Aa, Magnetlidir. Minecraft. Baxın belə. Belə magnetlidir, yapışdırıb ev qurur. Aba bunları uşaqlara göstər, onlar bəyənəcəklər. Sən nəyi bəyənsənsə burada Əsnat gilə göstər. Arkadaşlar. Aa, bunlar qəşəngdirlər bax. Ben bir kahve bağımlısı olaraktan. Aa, beləsi də var. Arkadaşlar. Beləsi də var. Sonra qəşəng termoslar var şu an burada. Görüyorum, hissediyorum. Mən onsuz polibonlu termos Zeydə görə lazım olur dostlar. Yəni bəzən Zeyd üçün, bəzən də özüm üçün işlətə biləcəyim bir... Bunu seveyim mi? Hə, onu Əsnat. Bax, o elə şeyləri Əsnata. Ben aldım. Nə oldu? Gəlib səbəblə mənim qabağıma neyini? Hə. Bir parasatsız uşaq olar. Mən çəkələ çəkmə. Qulqam olur. Mağazin gəlsi bunlara səbət verir. Ay, hər şeydə İndi məndən istifadə eləmiş olsalar, mən səbət versəm, Allahım. Uşağın doldurmuşlar. Mən gəlib mağazini götürüm çıxım. Çox belə panetkalı uşaqlardır, Allah gözü tox uşaqlardır. Bax, Məliş orada gör nə var. Ver tez elə, Məliş gör orada nə var. O topa bax. Ayağına sensor kimi yaxınlaşdırırsan, yerə düşməmiş deyil, qalxır gör. Zeydin səs çıxmaya başlayır. Zeydicik. Ben geri görmem oradan indi. Anneciğim, onu bilmirəm ki o nədir. Gələcək şimdi baxma. Su kuşu, gəl, yaxına Şöyle. Afilis başladı. Hə, xahiş edirəm onu. Bunu belə bastırırsınlar burada. Zeyd onu hələ basar. Deməli, Zeyd yalandır ya arkadaşlar. Deməli arkadaşlar burada məşhur mantılardan var. Biz heyecanlı gəlmişik mantılara. Bunu biz sizdə bu aralar trenddir. Bu trende düşür. O sarı kız sağ olsun belədir. İçindəki hamısı zərridir. Bütün həvəsim qaçdı şu an. Mən bilmirdim bunun içindəki hamısı zərridir. Sən dəqiq əminsən hamısı zərridir. Heç başqa rəng olma ehtimalı yoxdur. Zərli əslində sekretdir, mən bildiyim qədərilə, düzdür. Buradan baxın. Bəlkə də indi kaçırmış olur. Buna da eşitlər hamısını, siz çox bilirsiniz bu uşaqlar çox bilirlər. Yaxşı, həvəsindən düşdüm mantının arkadaşlar. Nəysə. Şu kuşilərə siz baxsınız. Mən mantının deyələri istəyirdim. Onda sağ olsun yandırdılar. Harada? Hə? Nadir. Yo, arkamda Zeyd var idi, onu götürəm. Bak böyle böyle. Güzel. Böyle göster. Ben bu ne şey olmaz. Başka ben video çekiyorum. Sadece o bir tane kaprizli uşaqdır. Onu biz siz nə eləmək lazım? Belə çırpmaq lazım ki, yatsın. Bayaqdan bizim başımızı oynatsın. Hə. Arkadaşlar, ne oldu? Ben bunlar çəkdə xahiş. Mən götürmüşəm. Bunlar niyə hər gün sənin arxınca fırlanırlar ki, əllərində səbət qoyur? Paltar almağa aparıram.
Belə. Aşkım biz böyle Bunlar restorana, səhər yeməyi oteldə aparıram. Yemək yığa bilmirdi. Belə, Allah olsun, özüm bilsinə kimi istəyirəm. O toyuq olaraq cücələr düşər dalayıcaya. Biri düşər quyuya, toyuq gedər özün cıra-cıra çıxardar. Biri düşər suya, toyuq çıxardar. Allah olsun, toyuq da var da həyatımda. Aşkım ben götürdüm de. Nədir bu Ben götürüm? böyle şeyler yakıştırırım. Altanım. Bir şey var o. Mən də istəyirəm ondan. Bu daha rahatlatıcı bir şeydi bence. Mən McDonald's götürürəm, McDonald's sevdalısı olduğum üçün. Hə. Açdın mı şey? Yok ben de değil. Özün olmayan açsın. Yok ben açmamışım. Ulan nədir görəsən? Onlar siz oturabilirsiniz. Hə, içindən oyuncaq çıxır. Bunun içinde birileri var. Hə, bildim. Tamam. O yox, o çəkil lütfən sən bir şey yapma. Arkadaşlar bu daraqlar, gəl bura. Çox qəşəng daraqlardır. Hə, saçı yolmur. Oha, buna bax Rabiyə. Ay bu yolar mənim saçım. Mənim saçım çox dolaşqandır. Mən sarı rəngdə götürdüm. Sarı benim rengim. Uşaqlıqda mamam mənə dedi, sarı cücəm, o da budur, mən hər şeyi sarıya bağlayıram arkadaşlar. Gör, mən Zeyd üçün gəlmişəm, özümə daraq alıram. Allah'ım yarabbim, anneliğim sorgulanıyor şu an. Kendine gel Ofeli, gel. Zeyd üçün baxaraq gəl. Önce sen doldur da bence. Bunu da daha yok da. Arkadaşlar yine geldiler bura. Səbətlər əllərində boş 1 saat yazılır. Şunlar mənim dalımca. Aşağıdakini götür. Sən canı gör nə götürürlər balaca. Hə. Sizə hər cür kömək. Şəhriyə sən istədiyin şey var. Bir tülyandır götürür beni valla. Abi istedim almışım. Ha, O sürmək var. neyin sen Zeyd? Sen bir şey diyeyim, pultun maşını götürüp bir tane çöp evde oynayın. Bir tane pultun maşını top evde oynayın. Varsa top da, Olsun var. topay da bilir. Evde parkur grubu oynarız. Bir şey etmiş oğlum. Ben tebrik edeyim. Ben Biraz alkışlayayım. bir pultun maşını top da bilir abi ya. Ama bunun götürdüm. Maşını yatanda. Götür. Düşürün. Həyatda bilirsiniz nerede var arkadaşlar onlar? Her dəfə maşında yatırlar ama o aldıkları Bu yumuşaktı, olsa belki pambık idi onun içinde. bir şey tapın. Yalandan öskürür. Ha, Ha can geldi. Ne olmuştu? Ne olmuştu? Afyorita. Öskürmüştü. Tam bir afyorsan Allah'ın da olsun. Afyon. Termosaklarsınız. Evet arkadaşlar Rabia bu termostan seçti özüne. Bunu Ne ben güzel, ne görmüştüm güzel. özde birinci. Bunlar da çok cooldu bu Lütfen arada. termos alırsın soğuşma yapmasın. Nersen işletmeyeceğim. Ben işletmedim. Ha onu 100% ben sana dedim işletmeyeceksin. Bu da geçendi. Elə bir şey olsun ki hem lazım olan da Zeyd üçün işlədə bilim, hem de özüm üçün işlədə bilim. Ona göre Bir böyle atılanlar, bir de böyle sığınaklar, bir de öz tekmelerden var. trubuçkalı var, trubuçkalı şey. Bunlar Alkışlayalım. Bana bereler var. bakın, o balacadır da. O da qəşəngdir. Ona baxa bilərəm bir dənə sizə zəhmət mənə. Nadir olur vücudda. Mən daha bir şey eləyə bilmirəm. Əla. Onların içində yoxdur amma, hə? Onlarda da var. Onlarda da var. Görəsən modda kap götürüm yoxsa bu da steniyə oxşuyurdu amma. Of var da. Amma bunun pipeti daha qalındı bu arada. Prosta soft rəng istəyirəm. Mən qara istəmirəm. Ben siyahların çocuğu değilim. Pembesi var. Hə, pəmbiş. Sən doğa kraliçasısan ha Məryəm. Bilirim Bunu ora qoy sən zürafəsən. Bunu götürürüm. Yəni bu məncə çox qəşəngdir. Bu həm isti həm soyuq saxlayır, düzdür? Nə qədər saxlayır saat olaraq? gün boyu saxlayır müştərilərimiz dediyiniz. Doğrudan. Əla, lazım olar Zeyd üçün qaynar su dolduraram. Lazım olar şey eləyərəm. Özüm üçün ya kofe, o arkadaşlar mənim bir dənə 1 manatlıq kofem var marketlərdə. Onun dadını çox sevirəm. Yəni həqiqətən dadlıdır da.
Onları dolduraram yalandan bunun içine. Göz Starbucks'tan almışız. Prosto öz stəkanımızı, termosumuzu vermişik. Onlar bizim için düzəldiblər. Nasıl fikir? Bunu buradan dediğin için yani herkes bir de Starbucks'tan doldurmayı bitsin. Mən bu aha da yenə seçim. Mən niyə anne, mən niyə tərəzi gücü doldum? Yani baxa qalmışam bax. Bu balcılar da yaşlı aslında. Prosto çok Qalcı iyi mən uzandı. sərfə. Bax bir bunu bəyənmişəm. Have a nice day. Bir bunu bəyənmişəm. Aha. Bir də bunu bəyənmişəm və arada qalmışam. Hansını götürüm deyə. Şəhriyar hansı? Pembe. Bence pembe. Qara hansı qara? Bu. Şu. Kocam nə dediysə o. Affet beni. Şu. Hayır, yerinə qoyaq, izləyicilər sonra mənim videolarda əsəbləşirlər. Səbətə eklensin. Götürdük şəhəri yerinə qoymursan. Buna falan baxın, bu necədir, sonra bədbəxt olmuyor. Bu necə açılır? Bunun termosu var, şeyi var. Termosu var. Hə, pipeti var. Qaldırılmış tərəsin. Allah. Evə gedən kimi ilk işim bunun üçün bumbuz su doldurmaqdır. Mən nə götürmüşəm? Bir dənə iskushi götürmüşəm, bir dənə termos, bir dənə daraq götürmüşəm, bir dənə zeyd üçün bir şey götürüm, vicdanım rahatlaşsın. Sen ne götürmüşsün? Mən şey götürdüm və Aman səbətinə bax. Neydi tüm bu? O pərvanənin zeyd hələ onları işlədə bilmir aşkım. Bizə bilsən necə bir şey lazımdır. Zeydin qalıb qıraqdan baxa biləcəyi bir şey. Ola bilər. Əslində o aşağıda olanlar. Burada görünür aşağıda. Baxın, 34 manat. Siz neçə almışdınız? Biz 40 manat aldık. 45 manata. Aha. İlk versiyası. Ondan değil. Hə, eynisidir. Eynisidir. Farklı olur. Siz nə götürdünüz? Baxın sizə. Sən bir dənə bu, bir dənə bu. Məryəm. Əsnat. Əsnat deyək Kemal. Gəl buraya Əsnat. Gel böyle gel. Gör nə götürür bu. Hər şey götürüb. Elinden de keçip atıp bırak. Çilen. Bu şey, ya bu bunun başqa forması. Zeyde de benim olur bunu. Aha, sonra. Ay Allah, maşallah. Bu neydi? Güzel bir Mantı. şey. Bunların belə deyim də 10 gün ömrü olduğunu adım ki mənimlə. Nə 10 10 gün? gündən sonra baxarsınız videolarda. Bunları hardan yığacağam mən? 10 gün var. Elə buradan getir maşında qalır. Ya Allah, şəhəri Günah var əsli. o bir nəfər bazı şey maşında qoyur. Verəs heç olmasın mən işlədərəm, işlətməsə. Verin otur işlətsin. Bunlar su kuşu götürüblərsə mən götürmürəm. Çünki çocuklarımın hər şeyi mənim hər şeyimdir. Gör. Mən bu su kuşunu çıxardıram burada. Sən də gör nə yığıblar. İndi desələr ki, Şəhriyar verib səbətə Allahın adını alır. Mağazın Sən yaşa. desəydin amma həqiqətən yığardım hər şeyi. Çox kulturlu uşaqlardır. Bərəkət Allah. Rabia, ne hiç bir şey götürmemişsin? Mən gəlib bunları da yatanda deyəydim ki, mən istəyirəm. Görmedin? Gel. Cebdən sınav eləyəydi Allah'ım. Gel. Rabia, indi gel bunları gösterək. Rabia normalde bunlardan xoş gəlir. Gel bura. Deməli dostlar, videonun bu hissələrində səs kəsildiyi üçün, daha doğrusu tır belə bir səs gəldiyi üçün səsləndirməli oluram. Maraqlı bir oyuncaq tapdıq orada. Deməli bu çiyələyin sağ qolundan, sol qolundan bir nəfər tutanda, bir-birinə əl vuranda həmin insanlar... Bəlkə də o uşaq yaydı, video belə oldu. O da ola bilər. Yo, amma ondan sonra da elə olub. Ondan sonra elə o gözdə də oyuncağı başa salım. şey qalmışdı. Şeydir, pianino səsi çıxırdı. Baxın, mən Şəhriyara qapaq vurdum. Şəhriyar mənə şillə vurdu. Bir-birimizi döydük. Orada da pianino səsi çıxırdı. Şeydir, bir dənə pianino çalan bəstəkar deyim mənə. Allah, heç bir bəstəkar adı bilmədi. Nəysə, mənim Şəhriyar gətirib Krom ilə oyuncaq göstərdi. Qorxdum, indi başımız adım yarılacaq. Heç bir-birimizə güvənmirik də arkadaşlar. Burada gəlmişik, ağ çanta seçdim mən özümə. Növbəti açılım videolarında da baxarsınız çantaya tam yaxından. Danışa dedilər, başının üstündə çəyirtkə var. Çəyirtkə də nə çəyirtkə? Ayaqları 2 metrə. Bu həyatda ən nifrət elədiyim heyvan çəyirtkə ola bilər, yəni həşərat. Ümumiyyətlə böcəklərdən çox qorxuram. Məryəmin səbətdə 77 manat elədi. Eyni çantanı götürmüşük. Ümid edirəm mən bunu ləkələmərəm. Çünki çox xoşum gəldi bundan. Deməli 77 manat dostlar Məryəmi səbət elədi. Hal-hazırda hələ ki radio uduzur. Bir də bir
Biraz onu. Vurmuşam bak. Şu. İndi sıra mənim səbətimdə. Dostlar, görək mənim səbətim nə qədər eləyəcək. Özümə də maraqlıdır. Gəl iddiaya girək. Səncə neçə manat eləyəcək? Sən də səbətdə işləyir. Məncə Mən onları gördüm. 60 manat eləyəcək. Heç yox. Məncə 50. Eləməz. 45 da. Görək neçə eləyəcək. Doğrudan. Bunun qiyməti nə qədərdir ki? Mən bunu 14. Burada hər şey ucuzdur. Mən 30 manatsa təxmin Papaya eləmişəm. gətir, əksənəyə gətir. Biz bunlar beçin uçqallar. Qiymətləri az çox məlumatım var. 61 manat. 60 gördünüz, düz dedim. Gördünüz. Mən bildim. Ufuşla mənimki yaxındır. Kim uduzdu? Mən. Rabia. Rabia'nı götürdük. Rabia'nın səbəti ignore etdi. Ev yox. O əsəbdə həmişə gülür elə bir şey. Yox, yox. Niyə tomato get o verir? Götür ona görə. O, nə etsin? Yaxşı, bunu da nəyə götür verin. Nə etsin? O, Amma əsl udursaydı burada 100% ağlayacaqdı. Mən sizə dedim 100%. Sən niyə Əsata sataşsan yaxşı uduzmusan? Yo, Allahın dostu prosta. Yo, Əsat nə elədi şimdi? Burada sən Əsat. Mən dedim ki, eyləmədi, uşaqların ürəyini oynamır. Dedi, yox, elə qışqırtma edirlər sənin şəriyyəmi. Bu bir dəfə də mən dedi, Rabia. Bişirən var olanı tez Hə. yapmışam. Hamın eləyən qız oldu, özü elə. İndi özü cavab versin. Gəl, gəl. Gəl. Hədiyyə verin. Mən maraqlı dostum. Arkadaşlar, hədiyyəymiş. Hədiyyə elədi Rabia. Ürəkləri ilə dözmədi. Hədiyyə elədi. Sərkədən qaçır burada. Aa, nə işin? Arkadaşlar, bizim üçün sağ olsunlar çay süfrəsi düzəldiblər. Ay Aa, patron görürsən, bebek. Hədiyyələr qoyublar bilsin. Ay Allah, televizorumuzun qalağı bomboş boş idi. Zencirləri. Gəl abi. Seydə baxım lan patron bebek. Yəni biz də evdə bundan eləyək. Çək oranı, bax. Nəyi? Kofeleri yığıb ora, yanında da çay. Özləri üçün kofe, çay alanı düzəldiblər. Bizdə də o termoslar. Onu özü üçün elə. Yox. Yox, biz gələcək deyə eləyirlər. Yox, var idi. Hər bilirsən, səs eləmədim. Yenə sizə görə elədim. Yenə təzdən çəkin. Sağ ol, Allah razı olsun. Bizim yerlilərimiz görürsünüz, hər yerdə bilindirməlidir də Allah'ın olsun. Mən salıblar iqruşkaların içinə. Qurban Yəni mən olmalı. salıblar iqruşkaların içinə. Mən 23 yaşımda, mən bir dənə uşaq dünyaya gətirmişəm. Mən şu ailə karvarından o iqruşka alan yaşımdır. Bilmirəm, səbətə bəyətdə nə qoyum, sürəngə kimi düşmüşəm mağazin canlı. Qız da görür ki, heç nə tapamam, belə sizə sürprizim var, deyəm nə, bir üzbəüzdə aksesuar mağazinimiz var, oradan sizin səbətiniz gördüm, boşluq, sıxılısınız, heç nə seçəmişsiniz, gedin aksesuar səbətinizi doldurun. Deyəm, bunu bayaqdan mənə deyin də, mən 2 saatdır burada can çəkişirəm ki, oyuncaq seçəcəm. Heç mənlik deyil, çünki çox qəşəng oyuncaqlar var, amma mənim o yaşım keçib də yəni. Bunun da yaşına dünən də onun əlinə oyuncaq veriblər. Bunun tipinə bax. Allah. Sağ ol, ne? gözəlim. Yox. Sağ ol həyatım. Oh, mən Balaca qızlar, siz də yardımlıdansınız. siz çayınızı için. Yox, biz də yardım. Onda durun. Mən Həyəcanlıdır, qala bilmir. Arkadaşlar, biraz da qalsa kişi geyimlər çıxacaq, onu görə deyirəm ki, tələsmir, tələsən tənbəldir. Həqiqətən çox pis səbirsizlərəm. Gözəl, Aksesuarlar gözəl. Bu həyatda ən bəyəndiyim şeylərdən biridir. Qaralmır. Suallar apardılar da, qoşaqlar keçir. Eləmə. Otur. Otur, tələsmə. Gediblər, jora. Ha, otur, sən tələsmə, əsas uşaqlar. Mən də getmək istəyirəm. Otur, ana ürək. Aksesuarlarınız var, kamera qarşısına soruşam. Qaralanmır. Paslanmaz kollar var, başqa firmalar var. Hər Oy. firma var. Dur da, şərif. Tələsmə, uşaqlar seçin. Ölüm Mən də səni çox sevirəm. Anneciğim, bak Heç mi mən- ayrılmayacaq? Otur. Otur. Ay Allah. Ben Dur, bak- Otur. Yox, sən üçün çay süfrəsi düzəldəcəm. Çox gözəl çay süfrəsi düzəldəcəm. Nə olar, Mən səni çox sevirəm. Əsas uşaqlardır. Gəl. Otur.
Eləmə. Gel Nadir. Nə ya? Deyirsən, de. Nadir ben xəbərçi kimi çıxmazsan. Qardaşımı satdın gəldin. Ayıb deyirsən sən. Nadir gel. Nadir məni satsa da əlindəki stəkanı satmır. Heç kimi Ofuş. satmayacağım yəni. Ofuş. Ofuş. Sənə deyim. Hə. Çəkkardadır. Tez elə. Deyim. Termozların düz üstündə. Gedək. Nadir gel de Nadir. Gəldim. Ay diyan. Ama. Deməli dostlar. Mən video çəkirəm axı anneciğim. O da Anneciğim. sən öyle eləyir. Anneciğim. Aha. İlk götürdüyüm məhsulu göstərirəm. Baxın. Çox qəşəngdir. Məncə bu boyunda olanda buna baxmayacaq kəs yoxdur yəni. Çox xoşum gəldi bundan. Çək gördün vəziyyəti. Deməli, sonra sırqalara göz gəlir. O qədər sırqa var, gözün ağrıdır. Nə qədər sırqa var. Nə qədər gözün var. Oh my god. Çox qəşəng. Buranın adı nədir? Anıl. Instagramda da Anıl'dır. Anıl Nigar. Bir ikinci hərfi Nigar dostlar. Deməli. Hə, həqiqətən çox gözəl şeylər var. Hə. Seçimlərinizi sonda göstərəsiniz qızlar. Mənim odaklanmam lazım. Çünki o qədər çox məhsul var ki, mən şu an cidden seçə bilmirəm. Cidden seçə bilmirəm. Bir gəzim gözlər. Yallah. Bundan Məryəm götürüb, onda mən götürməyəm. Çünki Məryəm götürürsə, deməli mən də taxa bilərəm sonra. Adablar çox qəşəngdir. Yine dalga sırğa sevirəm də arkadaşlar. Bu aralarda bizim çox da dəbə düşüb. Deməli, gəziyorum bir saniye. Bakıyorum. O renkler... Ha, burada renklilerdir. Bence qızıl amma daha yaxşı diye, ha? Hansı? Şaka edirəm, bunlardan siz şaka başqa yerə baxırıq. Can. Bunlardan hansı qəşəngdir? Mən bunu xoşladım. Hansını? Bunu? Var. Baxın arkadaşlar. Yenə Şəhriyardan. Aa, burada da var. Yenə Şəhriyardan soruşacağım. Amma bu çox abartıdır. Evet. Zaten sen... Oha! Derhal tapdım ben malımı. Özüdür. Qəşəngdir. Öz malım dedi. Gəl pisdə. Aşkım bu evde orada çıxanda oteldən 11'lər yeməyin vaxtı. Sadəcə Saat. 10. Neçədir? 10. Söz burada hər rəngi var. Hər rəngi var. Uşaqlar, İtalyan qolbaqlar dəbdədir. İtalyan qolbaqların hər rəngi var. Yəni Ən gözəli oxuş. Hə. Sen götürdüğün biraz verelim. Oha, hə, daha çox qəşəngdir. Gözəldir. Pandora da var hə. Çox ümumiyyətcə qəşəng şeylər var. Maraqlı şeylər. Bunun şey burada set yedir. Nefisinde bu ne yaşayışlar. Bu ne yaşayışlar. Öldüm ana. Ben seçmeden şu. Seyircilər gəlib. Ofisdən gedib şəkil çəkdirirlər. Vəfasız dünya, vəfasız dünya. Şako deyir ki, mənə yaxınlaşan yoxdur. Sudla bu jiteli yerine, quruşqa yerindən, gör bir dənə kişi yerinə aparayım var. Özümü tuturam buradan kişiyle. Kişilər bilir. Yerdə qane olmadı, göydən yığmaya başlayır. Mən ya, burada daha qəşəng görsənir məhsullar. Uşaqlar, ay Allah. Burada çox incə, belə harasa ad günlərinə zada gedəndə taxmağa baxan çox, özü 5 manat qiymətlər çox. Evinizi yıxacam, deyəcəm, qaldıracaqlar qiymətləri. Bir yox qaldır, gəlsin. Bax, bu çox qəşəngdir, çox zərif bir şeydir, çox hoşum gəldi bundan. Neçə vaxt belə bir şey axtarırdım, deyəsən biraz daha... Evet. Məni...
Gedim biraz. Burada görüyorum hocam. Fərqli modeller çoxdur dostlar. Kızlar bunu görmüsünüz ulduz xəstələri. Baxın, şuradan. Gör nə qəşəngdir. Gözəldir. Mən belə bir dənə gətirmişəm. Hə, ulduzun var orada sənin. Bak, ulduz sıqam var. Ben buradan baxmaq daha rahat bir şey dostlar. Ben buradan baxacağım. Ben bu gedişlə hər yeri belə gəzəcəm. Bu da qəşəngdir, çox qəşəng. Buna bax, nədir, çək bunu, görün nə gözəldir. Halqa sırqalar da buradan daha yaxın görsənirmiş. Yapışacağım deyirəm. Halka sıqı dediği uzanacaqsın. Hə, varmış, halqa sırqa deyirəm, yapışacağım. Mənə seçməkdən qızlar kömək eləyin. Bax, bu var, xoşum gəldi bundan. Ama bu daha güçlü parıldayır, hə, Nadir? Aha. Arada sade bir şeyler, sadeden anlayışım. Sade bir şeyler arada takmak lazımdır. Hadi Şadiye'nin baş hərif olsaydı, yine kocam da kocam arkadaşlar. Buna bakın, görün ne qəşəng sırğadır. Çok qəşəng. Al, düştüm. Hey can. Salam, necəsiz? Mağazanı yardılar. Yani bir sözle her gün bu soygun oldu. Bu aksesuarlar tək mənim. Bu oyuncaqlar deyəm də nədir? O xoş deyəsən, mən yemin ederim çək. Bir dənə Elində biraz. onlar gəlsin. Əşyadı çək. Oha. Ən çox məndadır. Onu ataya ver. Arkadaşlar həqiqətən biz sırtıqlıq eləmədik. Bu qız bizə dedi ki, səbətlərimiz dolmamış, buradan çıxa bilməzsiniz. Həqiqətən elədik. Biz də qıramadık. Qıramadık. Hə, hamı eləyən baba. Orada beli kəmərdir. Işık düşür oradan. Işık düşür çok bulanıq görsən. Videoda nə demək istəyərsən? Abone olun. Hə. Mağazamıza gəlin. Hə, yumruşkaya bir də oradakı Anur. Gəncədə yumruşka və Anur bijuteriya arkadaşlar. Hər ikisi də gəldiniz. Bizim də salamımızı verin. Yaxşı, getdik. Aleyküm salam. Yaxşı şey varsa salmasaydın biz böyle bir şeyler alabilmeyecektik. Sən də Məndən salam. götürdü bu sözü, bayaqları mən Ya dedim. apış. Arkadaşlar gördüm çok romantik söhbətlər gedir burada. Dedim aç Nadir kameranı. Ürək sözlərinizi izləyicilər də eşitsinlər. İtalyan doldanın hər rəngini götürmüşəm. Qızılını, gümüşünü, pəmbəsini. Bax, Gümüşlü qızılını. görün mənim uşaqlarım nə dərəcədə ağıllıdılar ki, Yumruşka ailəsinə, Anur ailəsinə buradan çox təşəkkür edirəm. Yumruşka və Anur ailəsinə buradan çox təşəkkür edirəm. Amma siz mənim uşaqlarımın görün ağlına, adamlıq Hə. Görün mənim uşaqlarımın ağlına, düşüncəsinə, dərrakəsinə baxın, deyir ki, sən olmasaydın biz bunları ala bilməyəcəyik. Söz ruzini də yetirən Allahdır. Amma ki, dərk edirlər ki, bizim belə deyim, video çəkməyimizin sayəsində, insanların qəlbini qazanmamızın sayəsində o qız bugün belə necə deyim, bizi qarşıladı. Həqiqətən bizi orada mahsur saxlamış ki, səbətlərimizi doldurmamış buradan çıxsa sizdən küsəcəm. Onlar da birinci utanırdılar, sonradan gördülər qız ciddidir. Söylediler ne utanmak hele götür. Hele Rabia gitti götürdü yığdı sumkasına bak. Elinde Rabia Niyə bəzi sumka... yerlər olur ki, insanı çağırırlar. Çox şey. Deyirlər ki, nə öyrəncisi götür. 5 dənə şey, məsəl üçün uşağı bilən bir şey götürsə, deyir, hə, ikisi şeydir, birinin üçün pulun verəsən. Elə bir ki, adama biraz şey edirlər də. Əslində biz onlar üçün daha çox zəhmət çəkib, hətta onları reklam eləmədiyimiz videolarda belə hər istifadə elədikcə adını çəkirik ki, qoy onlar da çörək qazansınlar, onların da ruzisi artsın. Amma bir də görsən ki, uşaqların misal üçün bəzi yerlərdə qəlbini qıra bilirlər, ya nəsə şey olur da, indi hər kəsin Allah ürəyinə görə versə, heç kəs də qınamıram. Amma ki, onların bu zəhmətinin qarşılığı təbii ki, qarşılıqsız qalmayacaq. Biz də hər istifadə elədikcə canla, başla əlimizdən gələni belə gözəl qəlbi insanlara mən bir qırağa, o uşaqlar üçü də anasız uşaqlardılar da, onların qəlbini sevindirmək, vallahi cənnətin qapılarını açmaq kimidir. Düzdür, onlara mən gözəl həyat yaşadıram, ataları gözəl həyat yaşadır. Hə, arkadaşlar, mən düzdür, onlara ataları da mən də çox gözəl həyat yaşadırıq. Amma kənardan da onların qəlbini
kimsə sevindirəndə həqiqətən cənnətin qapılarını açmış kimi bir şeydir. Və onların o mənim balalarıma qarşı olan o gözəl, necə deyim, rəftarının qarşılığı olaraq da mən də onlar üçün əlimdən gələni eləyəcəm ki, təkcə Gəncə yox, Azərbaycanın müxtəlif bölgələrindən bizi izləyən izləyicilər də onlara əgər nəsə alacaqlarsa belə gözəl qəlbli, belə necə deyim, ürəyi açıq, belə ürəyi təmiz insanlara dəstək olsunlar və bu arada həm aksesuar mağazalarının, yəni Anurun, həm də Yumruşkanın Azərbaycanın bütün bölgələrinə poçtuna çatdırılması var. Yəni siz də bizim aldıqlarımızdan sifariş vermək istəsəniz, poçtuna zakaz eləyə bilərsiniz. Səhifələrini də oteldə göstərəcəm sizə. Getdik. Arkadaşlar, Nadir deyir ki, görün Rabiyə necə xoşbəxtdir ki. Rabiyə imtinasız yəni bir şey rədd eləmədən sumka tutur əlində. Evet. Görün, Özümkülər də var. görün nə dərəcə bu insan bugün bizdən razı qalıb ki. Rabiyə belə çıxır, biz sənin üzünü güldürmək üçün sərvət harcamalıyıq. Nə? Hə, mən də Məryəmlə eyni aksesuar kutusunu almışım. Bu əsnad, siz nə edib dostlar? Bu əsnad götürüb hamı üçün hədiyyə alıb. Mənim üçün də alıb. Nadir üçün alıb, mənim üçün alıb, atası üçün alıb. Sən necə sərvət güldürmək sərvət harcamalıyım? Hə. 10 saat gün sərvət harcalayıb. Və niyə hər gün belə üzün gülmür? Gülmür də. Getdik. İçindən sevinirmiş. Hə, bugün sevinirəm ki, uşaqlarımın üzü gülür, mutluyumdur. Nə qədər danışmışıq bilsən kamerasında. Hə, ilk dəfədir uzun müddət sonra bu qədər danışırlar, yəni üzləri gülə-gülə. Ne mutlu bana. Salmışıq 2 dənə. Həqiqi, Rabiyə də pəmbədir, məndə mavidir. sizi səhərlər onunla oyadaram, Rabiyə məni döysün. Rabiyanın trolu ilə indi oyun oynayacaq. Mən oyuncaq açılışlarını eləyəcəyik ya. İndidən oyuncaqları açıb məni bədbəxt eləməyin. Biz Rabiyanın trolunu açıyor, başka bir şey istemiyoruz. Yaxşı, bir dənə ona icazə verirəm. Rabiya, gördüğün bu tabutla. Oteldə açacağıq, prosta sabah səhər açarıq da. Gündüz işığı ilə. İndi işıq zəifdir biraz. İstanbul'da açar, İskoçya'ya kazanır. Hə, eləyə bilirsə elə eləyin. Zarafat eləmişdim. Hə. Bir də maşına gedəndə bütün kutulardan oyuncaqları çıxartmaq lazımdır ki, maşına yerləşdirə bilər. Amma elə də oyuncaqlar bir-birinə girməz. Yox, girməz. Məsələn, o kutu ilə o maşına qoysan, karaskanı qoya bilməyəcəksən. Bu arada hər şey bir qırağa. Məryəm, Gəncə ilə bağlı duyğuların necədir? Çox yaxşıdır. Məncə biz qayıtmayayıq, burada qalay. Ancaq bizə çağırsınlar bir yerlər, biz də daşıyalım. Bakın. Və şəhərin özü ilə bağlı. Məncə çox qəşəngdir. Sən nə düşünürsən Gəncə? Gəzməyə xoşlayıram. Gəzməyi? Ən çox nəyini bəyəndin? Mağazinlərinə? Bir də mağazin, yox, şeylərini belə işıqlı deyil, küfərli biz Hə, gəzirik. hə. Bakı da elədi, amma Bakıda çox adam var idi, tam gəzmə olurdu. Düzdür, hə. Nadir, sən Hayır. Gəncədə ən çox nəyi bəyəndin? Onu deyim ki, Gəncə küçələri çox hərəkətlidir. Maşınlar bir dəqiqə dayanmırlar. Bir də Özdə maşınlara qonluq Hə. qoyurlar, o qəşəngdir. sən nəyi bəyəndin? Ona bax, gör necə keçirlər, ürəklə keçirlər küçələrdən. Hə, sən. Sən. Yavaş. Anlatmaya gerek yok. Anlatmaya gerek yok, görüyorsun. Ben Güzel yerdi. Nadirə deyirdi ki, Gəncə çox qəşəng, belə yox, qəşəng yerdir, abartmalıdır. deməli, mən Gəncə ilə bağlı öz fikirlərimi bildirmək istəyirəm. Birincisi, yəni biz gördüyümüzü İnsanlar düzdür. Aha, mən onu deyəcəkdim. Gördüyümüzü deyirik. Mən onu demək istəyirdim, amma vermədilər. Gördüyümü deyirəm. Bəlkə burada yaşayanlar üçün fərqli ola bilər. Yəni fikriniz fərqlidirsə məni söyləyin. Amma insanları çox gülər üzdülər. Çox mahnı yerin kəsəsən gözlə. Hatta Ne kimse boyasın. buralara hemen istediğim ben yok satayım, okşadım. Tek sasa döndü bura. Tek sasa dönüyor, New York. Dedim ben otelde çalışarım. Kanalımıza abone olun, like atın, yorum yazın unutmayın. Matik bitti.